Bir de bu haqda, bu qapı haqqında daha doğrusu unuttum deməyə. Bunun kraskasına görə görürsünüz, bu düz kraskadır. Yəni bu malların əziyyəti həqiqətən də çoxdur. O birisi qapını məsələn gün yarıma vurursa, bunu 3 günə, 4 günə vurur. Ona görə fərq böyük. Deyirlər düz kraska ilə Hamilton kraskasının fərqi nədir? Düz kraska ilə Hamiltonun fərqi odur ki, maliyar çox işləyir. Yəni orada heç maşın qruntu vurulur altından ki, heç bir cızıq falan bilinməsin. Ona görə də fərqi oradadır. Yəni az fərq eləmir də. Hardasa bir usta pulunda 100 manat fərq eləyir. Materialında bir 50 manat, 60 manat fərq eləyir. Belə. Ona görə düz kraska ilə Hamiltonda fərqi çoxdur. Yenə də, kimsə istəyirsə, şəxsi yazsın, danışaq, müzakirə eləyək. Material nə tür olacaq, zamok necə olacaq. Yəni konkret qiymət deyə bilmirəm. Məsəl üçün